Uşaqlar, üçbucaqlar bölməsi 6-cı bölmə olan düzbucaqlı üçbucaq Pifaqor teoremi tərəfləri bucaqlar arası münasibətləri başladıq. Deyir ki, düz xətt parçası, uzunluğu 40 sm olan düz xətt parçası hər hansı düz xəttlə 60 dərəcə bucağama gətirsin. Bu parçanın həmin düz xətt üzərində proyeksiyasını tap. Qardaş, bax, tap bir dənə çəkdik, bax belə. Bax, proyeksiyası deyir də, bu deməkdir də bu. Burada 60 dərəcədirsə, bizim buramızda 30 dərəcədir. Düzdürmü? Düzdür. Baba, bu deyir ki, uzunluğu 40 sm olan düz xətt parçası hər hansı düz xəttlə 60 dərəcə əmələ gətirdi. Həmin baba, bu parçamız bax burada. Parçamızın bax budur. Gətirdi 60 dərəcə. Deməli biz belə yazaq da. Bura x-dirsə bizim buramız 2x-dir. Eyni zamanda bura 30'dur. Bura x-dirsə bizim buramızda 2x-dir. Tamam mı? Tamam. Və bizim buramızda x kökdə 3 olur. Bizim buramızda x kökdə 3 olur. Mesela baxmaya ehtiyac yoxdur. Deməli 4x'imiz 10'sa, 40'dırsa, baba 2x 2x 4x olmadı. 4x'imiz bizim 40'a bərabərsə, bir dənə x'imiz 10'a bərabərdir. Proyeksiya nədir? Bu parçanın həmin çıxış üzərindəki proyeksiyası tapdıyır. O budur. Bu parçanın proyeksiya demək nə demək uşaqlar? Kölgə. Bax bura. 20 olacaq mı? X, 1x'imiz 10'sa 2x'imiz 20 olacaq mı? Bəli. Getdik. Uzunluğu a'ya bərabər olan düz xətt parçasının uc nöqtələri, uzunluğu a'ya bərabər olan düz xətt parçasının uc nöqtələri paralel düz xəttlər üzərindədir. Belə çəkək. Bu paralel, bu da uzunluğu a'ya bərabər olan parça. Yəni ki, belə demək istəyir. Uzunluğu a'ya bərabər olan düz xətt parçasının uc nöqtələri paralel düz xəttlər üzərindədir və onlarla 60 dərəcə bucağıma gətirir. Hə, tamam, getdi, yaxşı. 60 dərəcəli bucağıma gətirir. Uzunluğu da a'ya bərabərdir. Bizdən də bir dənə hündürlüyü buradan çəkək. Və çəkdik bir dənə hündürlüyü belə. Bizə deyir ki, paralel düz xəttlər arasındakı məsafəni istəyir. Bax, elə bu qırmızı ilə çəkəcəyim yeri istəyir. Bax, bizdən bunu istəyir. Müəllim, bura a'dırsa, bizim buramız a'dırsa, burada 30 dərəcədir. A bölü 2 olacaq. Və burada a kökdə 3 bölü 2 olacaq 60'ın qabağında. İşte kökdə 3 dəfə böyük olmur. Bizdən deyilən cavab Y variantı olmuş olacaq. 500, biraz diqqətli olun. Bərabər yanlı üç bucağın oturacağı 8'dir. Təpə bucağı da 90'dır. Tamam. 8'də buradır. Hündürlüyü istəyir. Bərabər yanlı deyir ha. Bərabər yanlıdırsa qardaşım 4 olacaq da. Bu mediandır da bu. Yəni bura 45. Bax bura 45'dir. Burada 45'dir. Deməli inşallah bax burada 90 hündürlüyü deyil. Burada belə sizə belə başlamışdı. Bura 45'dir. Tamam mı? Burada 4 kök altdakı bərabər yanlı olduğu üçün hipotenuz katetlərdən kökdə 2 dəfə böyük olur. Hipotenuz 8'də 4 kök altdakı 4 kök altdakı olacaq. Və buralarda 4-4 olacaq. Yenə də düzbucaqlı üçbucağıma gəldi axı. Qaydaları bilən hər kəs bu nə dediyimi göydə başa düşdü. Eyni zamanda bərabər yanlıdırsa, mediana bərabər olacaq da. Median 4 olduğu üçün, bunun yarısına bərabər olduğu üçün hündürlüyü də 4 olmuş olacaq. Hündürlüyü tap. 5. 7-ci sualın cavabı D variantı. Baxın kimi yarısına bərabər yanlı deyilsə yarısına bərabər olmuş olacaq. Sonra getdi. 9-cu sualda. İki, 3, 2, x. X parçasının uzunluğunu tapın. X parçasının uzunluğu. Görüşdürək də. Deməli, biz nə edə bilərik? Bura bir h deyirəm. Mən nə edə bilərəm? 1 yaza bilərəm. H-ın kvadratı üstə x. Yox, daha doğrusu belə yazaq. Belə yazaq. H-ın kvadratı bərabərdir 2'nin kvadratı çıxı x-in kvadratı. Bir balaca 3 bucaq üçün yazdım uşaqlar. Bir də böyük düzbucaqlı 3 bucaq üçün yazmaq istəyirəm. İcazə versəniz. H-ın kvadratı bərabərdir 3'ün kvadratı. Belə yazım. 3'ün kvadratı çıxırsın 2 plus x-in kvadratını. Bilirsən də bundan bunu çıxdığımda kaçıtı almaq üçün. Bunu yəqin ki, sual verməzsiniz. Müəllim hardan gəldi. Bunu silirəm. Buna ehtiyacımız qalmadı. Sildim bunu. Bunu silirəm və sol tərəflər bərabərsə sağları da bərabər edirəm. 4 minus x-in kvadratı ilə buna verir bizə. 9 çıxılsın 4 çıxılsın 4x çıxılsın x-in kvadratını bərabər elədim. Tam yox şeydik. X-in kvadratları getdilər. 5 düzdürmü? 9'dan 4 çıxanda 5. Bu tərəf atanda
Mənfi 1 bərabərdir. Mənfi 4x-ə x bərabərdir 4-də 1-ə, yəni 0-dan %25-ə B variantı olmuş olacaq. Bu getdi. 11-ci soru. Bərabər yanlı düzbucaqlı üçbucağın, bərabər yanlı düzbucaqlı üçbucağın hipotenuzu endirilən hündürlük. Qardaş. A. Yalnız bərabər yanlıdan hipotenuza endirilibsə, medianla hündürlük bir-birinə bərabər olur. 3 A-nı bərabər, hər biri 8/3 olacaq. 8/3, 24/3 3 yerə bölürük də. 8/3, 8/3. Hipotenuzu tapdıq. Hipotenuz 16/3 olmuş olacaq. Katetləri 15 və 20 cm olan düzbucaqlı üçbucağın hipotenuz təşkil median. Katetləri 15, 20, 25. 15, 20, 25. Medianın uzunluğunu istəyir. 12,5. Qutardı getdi. Müəllim 25 oradan gəldi. Pifaqor ədədlərini bilənlər həmin dəqiqə biləcək. Bilmirsinizsə 15-in kvadratı 20-in kvadratını toplayın 25-in kvadratı verir və medianın yarısına bərabər olmuş olur. 15-də perimetr tapın. Katetləri 8, 15-dir. Hipotenuz 17 olacaq da. 11 şagirdləri bunu görə biləcək. 8, 15, 17 olur. Və bu da ki, qutarda 40 olmuş olacaq. Düzbucaqlı üçbucağın katetlərinin hipotenuz üzərindəki proyeksiyaları qəşəng. Düzbucaqlı üçbucağın katetlərinin hipotenuz üzərindəki proyeksiya uzunluğu 12 cm və 48 cm bərabərdir. Bax, budur uşaqlar. A bur olsun, B bur olsun aşağı. Deyir ki, bizə düzbucaq təpəsindən hipotenuz çəkilmiş hündürlüyü tapın. Əslində biz bunu istəyirik. Elə bizdən bunu istəyir. Və yaxud da istəyir, onu istəyir. Tamam da, get çəkək. Bu H-dır. Biz nə demişdik? H kvadratı bərabərdir. M-in deməmiş miydik? Bəli, müəllim. H kvadratı bərabərdir. 12 vur 48-ə. H bərabər kök alıram. 48-i belə yazıram. 12 vur 4 kimi. Deməli, 12 vur 2 çıxacaq. Düzdür, 2-dən 12-dən 1-dən 12 çıxır. 4-dən də 2 çıxır. H-ımız olur 24. A variantı olmuş olacaq. Düzbucaqlı üçbucağın katetlərinin hipotenuz üzərindəki proyeksiya uzunluqları eyni sualdır. Mən hansına baxdım ki burada? Eyni sualdır. 21. Düzbucaqlı üçbucağın iti bucaq seçilən tənbələn vasitəli tərəfi düzbucaqlı üçbucağın iti bucaq təpəsindən çəkilən tənböləni çəkdik. Qarşıdakı tərəfdə 80 dərəcə bucaq metri gətirdi. Onda bura 10 dərəcəymiş, 100%. Burada 100 dərəcəymiş, 100%. Onda burada 10 dərəcəymiş. Onda burada 70 dərəcəymiş. Bütün bucaqları tapdıq. Boy. Hamısı tapdıq ki, 70 dərəcə cavab C variantı. Nə? Asan sualdır. Düzbucaqlı üçbucağın hipotenuz çəkilmiş hündürlüyü 3 cm. Düzbucaqlı üçbucağın hipotenuz çəkilmiş hündürlüyü 3 cm. Katetlərindən biri 6 cm olsa bu üçbucağın iti bucağını tapın. Müəllim, bura deyirik ki, bura 30 dərəcə olmalıdır. Yəni, niyə? 30-un qabağındakı hipotenuzu nəyinə bərabərdir? Yarısına. Tamam. Biz nə istəyirik? İti bucağı tapın 30 dərəcə, 60 dərəcə. Cavab C variantı. 25. İti bucağın bir dərəcə, ona bitişik katet 3 cm. Əslində bunlar asan suallardır hələ ki. Deməli, bura 30 dərəcə deyir. Ona bitişik kateti 3'dür. Deməli, bura 3 böl köşdə 3'dür. Bilirsiniz də 30'un qabağındakı 60'dan köşdə 3 dəfə balaca olur da. Və nə istəyir? Hipotenuz da olacaq 6 böl köşdə 3. Yəni 6 köşdə 3 bölü 3. Yəni 2 köşdə 3. Hipotenuzumuz. Və median da hipotenuzun yarısına bərabər olmayacaq mı? Köşdə 3 olacaq da əlbəttə ki. Düzbucaqlı üçbucağın iti bucağı 75 dərəcə bərabərdir. Düzbucaqlı üçbucağın iti bucağı 75 dərəcə bərabərdir. Üzr istəyirəm. Biri 75 olursa 25 olacaqdır. Bu da üçbucağın düzbucaq təpəsindən çəkilmiş tənböləni ilə median arasında. Mən şu an demişəm də. Tənbölən ilə median, hündürlüyü ilə median deyilsə, iti bucaqlardan bir-birini çıxırıq, 2-yə bölürük. Cavab 75-dən 25 çıxıb 2-yə böləcəyik. Cavab nə verəcək? 25 dərəcə vermiş olacaq. 25 dərəcə. Qutardı getdi. Bu da belə. Sonra deməli 29 da gedə görə 29 bizə nə deyir? 12, 16-dırsa 100% 20-dir. Baba, uşaqlar baxın. Deməli, belə eləyək də. Bura A-dırsa, bizdən B-ni istəyir. B budur.
Bura A yazaq. Bura 20 çıxa yazaq. Mənim 20 yardan gəldi. 12 16 olanda hipotenuz 20 olur da. Sizə düstur deyirəm, diqqətli olun. Bizdən B katetini istəmir. Katetin kvadratı bərabərdir. Katetin birləşdiyi tərəf bura. Vurulsun ümumi uzunluğa 20'ye tutardı getdi. Və ümumi hipotenuzu vururuq katetin birləşdiyi tərəfə. Həmişə belədir. Müəllim onda 12 nedir? 12'nin kvadratı bərabərdir. Yuxarıdakı hissəni vuracaq ümumi uzunluğa. Gördüyün nə şey. Deməli B'miz 16'da 256 bərabərdir. 16'nın kvadratı bərabərdir. A vurulsun 20'ye. 256'nı 20'ye böləndə 12 tam neçə? 40, 12 tam onda 8. B variantı. 12 tam onda 8. Düz bucaqlı üç bucağın iti bucağın 31'in sualdı. İti bucaqlarından biri 30. O da 31. Baxaq. İti bucaqlarından biri 60 dərəcədir. Tamam 60-30 onda lap bayram olur da bizə. 60'dır 30'dur. Və deyir ki hipotenuzu ilə kiçik katetin cəmi. Müəllim bura A-dırsa, müəllim bura 2A-dır. Burada A köşkdə 3. Deməli kiçik katetlə hipotenuz bax burada A-dan 3A bərabərdir 27. A-mız 9 olur. A 9'da hipotenuzumuz 18 olur. Gör nə sadə sualdır. ABC düzbucaqlı 3 bucağında. Hələ ki sadə idi. Allah xeyir eləsin. Bura C'dir, bura B'dir, burada A'dır. Bura 30 verib bizə. C'nin hündürlüyü verib bizə. C'nin hündürlüyü 3'dür. AN 18'dir. Burada 60'dır. Onda burada 30 olur. Qəşəng. Müəllim onda bura 36 olacaq. 30'un qabağında iştiharən tərəf hipotenuzun yarısına bərabərdir. Onda bura baba. Sən möhtəşəmliyə bax. Bu 30'un qabağında tərəf 36'dırsa hipotenuzumuz 72 olur. Onda bura 54'dür. Qəşəng. Və bizə nə istəyir? MB-ni istəyir. 54. 54 sonucu C variantı. 35-ci sualda. Siz fikir verin. Bizdən 100% x istəyir də burada. Siz fikir verin. Deməli 9 köşkdə 3 olur, olmur. Əslində göydə tutmaq olur. Deməli 36 söhbətidir. Bax, heç uzatmağın mənası yoxdur baba. Bura x olsun. Bizim bu tərəfimiz 9 köşkdə 3 deyil, ümumi. Burada 18'dir. Bu nə vaxt baş verir? Bu o vaxt baş verir ki, bura 30 dərəcə olub, bura 60 dərəcə olanda. 30 dərəcəli bucaq katet 9 olacaq. Bu hipotenuzun yarısına bərabərdir. 60'ın qabağındakı 30'un qabağındakı köşkdə 3 dəfə böyük olur. Gördünüz? Bunu görən adam versin kefiləsində. Sonra da burada 3 3 3 deyil. Bax burada 3 3 3. İndi bu 9 3 3 silək. Burada 6 köşkdə 3'dür. Tamam. İndi tapaq. Və görək nə edə bilərik də? Deməli biz düzbalı 3 olacaq. X tapmaq üçün 81 üstəyirik 27. Kök altda 108 olacaq. Kök altda 108'də 6 köşkdə 3 olacaq. Cavab D variantı olmuş olacaq. X-də Pifagor teoremidir. Hipotenuzu istəyir bizdən. Getdi mi? Getdi. Gəldi. Eyni sualdır mı? Eyni sualdır. Baxmağa dəyməz. 39'da. Müəllim H kvadratı bərabərdir M'in üstürü 8'in kvadratı bərabərdir 16x-də x bərabərdir 4'də Y variantı. 41-ci suala baxırıq. Hələ ki yaxşı gedirik. N, D, B, C, A. Düzbucaqlı ABC düzbucağında C düzbucaq təpəsindən CD hündürlüyü çəkilmişdir. CD hündürlüyü çəkilir. Bax CD hündürlüyü bax bu deməkdir. Tamam mı? CD hündürlüyü. Aha. DM AC perpendikulardır. DM AC perpendikulardır. DN de BC'ye perpendikulardır. DN de BC'ye perpendikulardır. DN BC'ye. DN BC'ye perpendikulardır. Aha. DM 2'dir. Bura 2'dirsə burada 2'dir. Tamam. DN axı bu belədir. Qəşəng. DN de 4'sə burada 4'dür. Tamam. Burada tamam. AC'ni istəyir bizdən. AC aradı. Tamam. Deyə nə edəcək? Deməli. Buraya x yazıram. Yazdım. Şurada düzbucaqlı üçbucaq değil bu. Düzdür. H kvadratı nəyə bərabərdir? M-nə. 2'nin kvadratı bərabərdir. 4 vurulsun x'ə. X də bərabərdir 1'ə. Bitti. AC'miz olacaq 5. 1. Bu da 4. 5. A variantı. 43. sual.
Düz bucaqlı üç bucaqda iti bucaqların nisbəti 4/5'dir. 9K bərabərdir. Həmin dəqiqə 180'ə K'nı tapırsan 20 bucaqlardan biri üz üstəmi 180 nədir? 90'a iti bucaqların cəmi şey verir. 90 derece verir. K'mız 10 olur. Biri 40'tır, biri 50. Hündürlük ile medyan arasında. Bunu yazmaya ehtiyac yoxdur. Hündürlük ile medyan deyirsə sadəcə ikiyə sadəcə çıxırıq. İti bucaqlar bir-birinə çıxırıq. Tənbələn sözü varsa ikiyə böləcəyik. Yəni biri 40'tır, biri 50 deyil. 4'ü 10'a vuranda 45'e vuranda 50, cavab 10. Sadəcə çıxırıq. Bu getdi. Görək buralarda nə deyəcək bizə. Bu sualların sayı biraz çoxdur bu bölmədə. B, bir dənə də C'dir. Bucaq C'ni verir bizə 90 dərəcə. CD AB'ye, CD AB bu hündürlükdür uşaqlar. CD AB'ye perpendikulardır. AC'ni 5 verib. BC'ni 2 verib. BD'nin AD'ye nisbətini istəyir bizdə. Bir dəqiqə. BD'nin AD'ye nisbətini istəyir. Yəni bura M yazaq, bura N yazaq da. Tamam. Əslində bunu müxtəlif yollarla biz gedə bilərik əslində. Belə baxıram. Şimdi mən ifadə eləməliyim. Onu da burada H deyək. O da hündürlükdür. Mən eyni yolla istəyirəm, səhv etmiş olmaram ki. BD'nin AD'yə nisbəti. BD'nin AD'yə nisbəti. NC deməli bir dəfə 2'nin kvadratı bərabərdir. N vurulsun ümumi uzunluğumuza da bir C desək, bu katet iptonza C'yə. Bir dəfə də 5'in kvadratı bərabərdir. M vurulsun C'yə. Bayaq dedim ha, bura vurulsun ümumi uzunluğa. Buradan da deməli 4 bərabərdir NC'yə, 25 bərabərdir MC'yə. Bizdən N-ə nisbətini istəmir. N-i nəmə? Tərəf-tərəfə bölək. NC'ni bölürəm MC'yə, 4'də bölürəm 25'ə. Tapdıq da. Deməli. Dördün 25'ə nisbəti tapdıq. Səhv tapmış olmasaq. BD'nin AD'ye nisbəti. 4'ün 25'ə. Getdi növbətçisinə. 47. Düz bucaqlı 3 bucağın düz bucaq tən böləni ilə. Düz bucaqlı 3 bucağın düz bucağının tən böləni ilə çəkdik tən böləni 45 45. Tən böləni ilə bir iti bucağının tən böləni, bir iti bucağının tən böləni 70 derece bucağını kəsişir. 2 verin ha. 70 derece kəsişdilər. Yazdıq 70. Tamam 70 115. Bir dəqiqə, nəysə düz vermədik. Gözlə 70 bura olur onda. Bax diqqət ol. Onda bura 70'dir. Bura 110'dur. 155, 155, 25, 25 deyə olacaq. 50 sonra burada 40'dır. Gördünüz? 70'er yazmamıza diqqət elədik. Eləmək lazımdır. Bizə verib ki, baba diqqətli olun. Bu CD'dir. CAB'dir. Bura 60 dərəcədirsə, burada 30 dərəcədir bu heç. Bu da hündürlüyü verib də bizə. Aha. Nə istəyir bizdən? İstəyir ki, AC'ni də 10 verib. Tamam, sağ olsun. Onda burada 90, burada 30'da. Burada 5 olacaq. Burada 5 köşkdə 3 olacaq. Bizə nə istəyir? BD'ni istəyir. 30'un qabağındakı burada 10 kök altda 3 olacaq. Burada 15 olacaq. Qutar getdi. Y variantı. DB'ni istəyirsə qutar getdi. 51-ci suala baxaq. Bu belə. Bu da belə. AD ilə BC parçası kəsişir. 90 dərəcədir. CD 2AB'yə. Bura x ise bura 2x'dir. BC 9'a AD 15'e CD'ni tapın. Çözüm bir şey değil aslında. BC 9'da bura A yazaq. Bura 9 çıxa yazaq. O birisi AD də 15'dir. Bura B yazaq. Bura 15 çıx B yazaq.
Uşaqlar, biz bunun üçün nisbəti necə yaza bilərik? Bir yaza bilərik. Bu bucaqlar bərabərdir uşaqlar. Deməli, bir onu yaza bilərik ki, B-nin 15 minus 90'ın qabağı üçün yazıram. B-nin 15 minus B-yə aha bir də nə edirik biz? Bizə nə istəyir? CD-ni istəyir. Heç nə? X-in 2x nisbəti. Yaza bilərmi? Bəli. Burada 2x'ler getdi. Çarpaz vururam. 2b bərabərdir 15 minus b-yə. B-ni tapdıq 5. Da bir dəfə yazırıq. Vaxt ölməsin. Bura 5 isə bura 10 olur. Daha sonra tapdıq mı? Tapdıq. İndi A üçün yazaq. A-nın 9 minus A-ya olan nisbəti 5'in 10'a olan nisbətinə bərabərdir. A-lar da bilinizdə. Bu alfadırsa burada alfadır bir işaretleyeyim. 10'a bərabərdir 9A üzr 45 çıx 5A'ya A'mız da olur 3. A 3'dürsə bizim de buramız 3'tür. Ben deyim 5 bura 3 bura 4 də bura. Qəşəng Pifaqor nə dedilər? 4 buradırsa 8 də bura olacaq. Çünki 2x'e bərabərdir. Burada 8. Tutar getdi. Cavab 8. İnşallah başa düşdünüz. Bu sən sualdır. Yarı eləmişik görəsən. Ay maşallah 93 dənə sual deyil. Biz hələ 53'də 40 dənə alırıq. 20 dənə sual edəcəyik. 21 dənə sual edəcəyik bundan sonra. Deməli bu belə. Bunlar da belə. M, N, C, A, B. Deməli, bucağımız 30 dərəcədir. Nöqtəyə uyğun olaraq AC, CB və AB tərəfindən orta nöqtələrdir. Tamam. M ilə BC-nin cəmi. Orta nöqtələrdir deyir. Tamam, orta nöqtələrdir. Və bizə nə verib? MN ilə BC-nin cəmini bizə verib. 12 AC-ni tapıb. Tamam, getdik. Deməli, bura X isə, burada X-dir, burada X-dir. 100% orta nöqtələrdir. Bura Y-dirsə, burada Y-dir, burada Y-dir. Orta nöqtəni bilənlər 100% biləcək. Burada məsələn Z isə, burada Z-dir, burada Z-dir. Və bizə hər hansı 90 dərəcə verib mi? Verib. Y bucağını 90 dərəcə verib. Tamam. Və daha sonra orta xətt isə bizim haramız 30 dərəcə olacaq. Buramız 100% 30 dərəcədir. Buramızda başqa haramız 30 dərəcə olar. Deməli 90 dərəcədirsə, burada 90 dərəcə. C-mizdə bizim 90 dərəcə olacaq. 90 dərəcə olacaq. Diqqətli olun. Oxşarı suallar 4 dənə oxşarı sual əməliyyat etməlidir. Bəli. Bizim buramız da 90 dərəcə əməliyyat edəcək. Bizim buramız da 90 dərəcə əməliyyat edəcək. Bəli. Orta xəttlərin birləşməsindən də əmələ gələn 3 bucaqlardır. Ona görə nə olacaq? 30 sonra burada olacaq belə. Haralar paraleldir. AM ilə N-yə paralel olacaq. Burada 30 olacaq. Bizim buramız 60 olacaq. Qəşəng hamısı da getdi də. Burada olacaq 60. Əslində isbat eləmək olur. 90'larla niyə əməliyyatını isbat eləmiş oldum. Burada 60. Burada 30. Nədirsə isbat elədik biz burada. Burada 60. Nə istəyirdi bizdən? M ilə BC-nin cəmini. MN. Hansı demin? X ilə. Bununla X ilə. Tamam. BC aradı. Bu 2y-dir. Baba bunun cəmi. Tamam, getdik. Bir dənə onu bilməliyəm ki, bir dənə. 30'un qabağındakı y-dir, x-in yarısına bərabərdir. Y-imiz x-in yarısına və ya x-imiz 2y bərabərdir. Düz bucağı 30-60 dərəcə söhbətin gəlib çıxır. Deyir bu 2 deməli x ilə, yəni m ilə x-imiz yəni 2y yazıram. Bu BC də 2y-dir də. Cəmi deyir 12 bərabərdir. Y-imiz 3 olur da. Y-imiz 3'dür. İnşallah. Y-imiz 3'dürsə x'imiz, z'imiz 3 kök altda 3 olur. Bax buramız 3 kök altda 3 olur. Onda AC'miz də 6 kökdə 3 olur. Cavab C variantı. Orta xətt olduğu yarısını ödür. Möhtəşəm sualdır, yəni bildiyiniz. 55-ci suala baxaq. 55'ə. Görə 55'də nə deyir? Bu da düz bucaqlı 3 bucaqdır. Buranı düz bucaq verib. Diyorsan CD nədir? CD abi ya, bu da perpendicular. Bura 5'ti. Bayaq bu sual vermişdi də. BD'nin bayaq bu sual vermişdi də.
En sol değil bu. Hadi sol yazdık biz. Ha. Bize ne değil bu? Deməli ne istəyir? AC'miz 5'ti. O da BD'nin AD'ye nisbəti 16'nın 25'e nisbətine beraber olacak. Cevap D variantı olmuş olacak. Elə mi olacaq? Bəli, elə olacaq. Bəli. Elə olmuş olacaq. Target. 56, 57. sola bax. A, B, C, A, M, tembelen 100% bu. Bucaq B-ndə 60 verib. O B-in nə deyirsən? Bərabər yanı demir. Bərabər B bucağının A bucağının tembeləndir. Gözlə. B bucağında 60 verib. A ilə də NC bərabər olsun. Hamısını verib də, hamısını verib. A ilə NC bərabərdirsə və hündürlüyü varsa demək burada tembeləndir. 30 böləcək. Gördünüz qaydanı necə tutmaq lazımdır. MC-ni də verib bizə. 90-dır, burada 60, onda burada 30. Bərabər tərəfi 3 da bu. 100%. 30'dur, 90'dırsa demək burada 60 olur. Təmin vericisi 30 böləcək və burada 60 deyəcək. Nə istəsən? Nə istəsən? Nə verib bizə? AY-in uzunluğunu soruşur. Müəllim, bu bərabər tərəfi 3 saat. Burada 5 kök altda 3 böl 3 ise burada 5 kök altda 3 böl 3'tür. Deməli tərəfimiz oldu 10 kök altda 3 böl 3 və AY medianını istəyir. Təmin və fərqi yoxdur da. A kök altda 3 böl 2 bərabərdir. 10 kök altda 3 böl 3'ə. Hər tərəfdən kökləri tulladıq, getdi. Bu pis rəqəm alınır. İnşallah cavabı pis verirlər. Bucaq 1, bu cavabla yox, cavab verir beləsində. Biz nəysə səhv yazdıq deyəsən yenə. Bir də baxaq. MC'ni bizə verir. MC'ni səhv yazdıq. MC 5 kök altda 3 böl 3'dür. AM nədir burada? AM tembeləndir. B bucağı da BN həm hündürlüydür və AN ilə NC bərabərdirsə AM'in valla biz düz gedirik. Sizə səhv getmirik. Biz düz getdik. AN ilə NC bərabərdir. Tamam. Deməli 30 böləcək. B bucağını 30 böldük. Bu da şey 90 olduğu üçün burada 60. A bucağı təmin üçün 30. Hamısını düz gedirəm. Deməli 60 deməli 100% o da bərabər yanlıqdır qardaş. Və MC'miz, AM'miz ANC, MC'miz 5 kök altda 3 böl 3'tür. Tamam. 5 kök altda 3 böl 3'tür. O da 10 kök altda 3 böl 100 toplayanda. A kökdə 3 böl 2'miz, yəni median hündürlük təmin axımı bərabərdir. Mən yerinə səhv qoymuşam. Estağfurullah. A kökdə 3 böl 2 bərabərdir. A'nın yerinə tərəfi qoymalıyım. Ötürü nə yazmışam mən? A'nın yerinə 10 kök altda 3 böl 3 qoyuram. Vururam. A'nın yerinə vurdum deyə bil. Vururam kökdə 3'ə. Bölürəm 2'yə. Cavabda 5 eləyəcək. 5. Çünki bunu buna vuranda 3. Bu 3'dən gedir. Onu da 2'yə bölündə 5 aldım cavabı. Bir saat görə nəyə baxırmışım. Hesab səhvi ilə meydan bitər olduq. Burada C, D. Burada C, A, B. Bucaq C 90 dərəcədir. Tamam. DS'miz 5'dir. DS'miz 5'dir. BS'miz 13'dür. Mənim bura 12'dir. Tutardı. AS'ni istəyir bizdən. Nə istəyir? AS'ni. Bir dənə belə yazaq da. Buraya x yazaq. Yaza bilərəm 25 bərabərdir. H kuvvət bərabərdir. M-in üstüdür. Yaza bilərəm. Bəli. Bizim x'imiz olacaq 25 bölünsün 12. Tamam, bu da düz. Allah xeyirləsin. Düz yazdıq da. H kuvvəti bərabərdir. M-in. Bəli, 25'in kuvvətidir. Bəli. Hər iki belə düz edir. Bizdən AS'ni istəyir. AS'ni istəmir. Bunu. Deməli onu belə yazaq da. Bu silim. E, 25, 5'in kuvveti üstə 625 bölünsün 144'ü gələcəm. Və bərabər edəcəm AS'nin kvadratına.
Və bunu yolu tutdu. 25'i 144'e vurup 625 gelmeli. Ben inşallah səhv getmədim burada. Bir dakika ben bunu 43'ünü hesablayayım. 25'i vururam 144'e. Üstüne de 625 gəlirəm. 25'i 144'e üstüne de 625 gəlirəm. 4225. 4225 bölünsün 144'e. 4225'ten görə kök nə çıxacaq? Bəlkə kök çıxacaq. 4225'ten 65 çıxır. Bundan da 12 çıxır. Bərabərdir AC kvadratına. AC'ye üzr istəyirəm. Bu da edir 5'ten 12'de 5. Cavab B variantı. Şu Allah pis rəqəmlər verirlər. Ona görə şey deyirdi. Mərkəzləri düzbucaqlı üçbucağın iti bucaq təpələrində olan iki çevrənin kəsmə nöqtələrindən bir bucaq təpəsindədir. Bu çox möhtəşəm sualdır. Biraz uzun çəkə bilər həlli. Bunu mənə yadımdadır ki, sənlərdə bunu mən həlləmişdim. Deməli, çəkək. Mərkəzləri düzbucaqlı üçbucağın iti bucaq təpələrində olan iki çevrənin. Tamam. Şəklin qurmağa çalışaq. Mərkəzləri düzbucaqlı üçbucağın iti bucaq təpələrində olan düzbucaqlı üçbucağı çəkək. Bu bir. Hələ ki, demo versiyasını çəkirəm. Bir mərkəzi buradadır, birinin mərkəzi buradadır. Və deyir ki, bizə kəsmə nöqtələrinin biri düzbucaq təpəsindədir. Bu mərkəzi, baba budur. Yox, belə eləyək də. Bu gəlir, biri belə. Biri belə gəlir. Biri də gəlir belə. O fərzi iki yan çevrədə mərkəzləri bax bu iti bucaq təpəsi. Bax burada, mərkəz bax burada. Aha, bunu bildik. Sonra bizə nə deyir? Bizə deyir ki, üçbucağın katetləri 15'ten 20'dir. Bura 15'dir. Bizim buramız 20'dirsə, bax diqqətlə qulaq asın. Bizim buramız 25'dir. Hipotenuzumuz 25'dir. Yat saxlayaq. Hipotenuzumuz 25'dir. Çevrələrin kəsişmə nöqtəsi arasındakı müəllim. Bax, çevrələrin kəsişmə bax bunu istəyir uşaqlar. Çevrələrin kəsişmə nöqtəsi arasındakı istəyir. Bax bunu istəyir. Bu var ha. Bax mən sizə bir dənə yol deyim, yat saxlayım. Əvvəlcə bu hündürlüyü tapaq. Bax, hündürlüyü tapaq. H bərabərdir. AB bölünsün C olmurmu? 15 bölü 20 bölü 25 olmurmu? Olur. Bundan bu getdi 3, 5, 12. Düz dedim. İnşallah səhv hesablamadım. 12 oldu. Bizim bax buramız 12'dirsə, bizim çöl hissəmiz də bərabər olacaq. Kəsişmə nöqtələri arasında ki tərəflər bərabər bölünmüş olacaqlar. 12'de bize ne verecek? 24 vermiş olacaq. 24. Bunu başka yoldan da belə deyə bilərik. Yəni belə bir buradan da belə bir xətt çəkəndə bunlar bərabər bölünəcək. Yəni 12 24 olmuş olacaq. Doğru ciddi. Bu da belə. Cavab nə oldu? Eyvah, çox qəşəng solda. Düz xəttdən 6 sm məsafədə yerləşən nöqtədə bu xətti 2 bölülə mahiyyət. Düz xətt budur. 6 sm məsafəmizdə buradır. 2 maili çəkilmişdir. Biri bu, biri bu. Çəkildi. Oturacaq məsafə 16. Bunun oturacaqlar arasındakı məsafə 16'dır. Nə deyir? Düz xəttdən azı məsafədə yerləşən nöqtədən bu xəttə 2 maili çəkilmişdir. Aha, bura 16'dır. Onda, aha, bura 16'dır. Bizə nə istəyir bizdən? Maillərin uzunluqlarını santimetrlə tapın deyir. Tam önce tapaq. Görək necə edə bilərik. Santimetrlə istəyir özdə bizdən. Deməli mən bura bir A desəm, ilkin başlanğıc olaraq mən bura bir A desəm, bura 16 çıx A kimi baxa bilək də, düzdür? 100% baxa bilək də. Və maillər də məsələn bura B olsun, burada C olsun. İlkin olarak belə deyim, değil mi sizə? Tamam. Ben bunu. Əvvəlcə belə yazaq. A kvadratı bərabərdir. B'nin kvadratından çıxaq 6'nın kvadratını. Bunu almaq üçün
Bize bu mesafəni 16 verməyinə. Bir dəqiqə. Mən nəysə qarışdırmıram. Çox uzağa etməyim dedim. Qısa yolla deməyə çalışım. Bir dəqiqə. Deməli. Dört böldü. Deməli, bizdə nə edəcəyik? Maillər çəkilmişdir. Nöqtədən bu xəttə 2 bərabər mail çəkir. Mən BC qoyuram. B, onda bura 8 böləcək. Daha aşağılar 8, 10. Sonra oxumuram. 10 böləcək də. Bizdə istəyir ki 10 santimetr. Allah, bərabər demişim şey. 65-ci sual. B, alfa, C, A. Sinüs alfamız kökdə 5'dir. Onu da bunları siləydik. Bunlar bizə ehtiyac yoxdur ki. Bizə nə deyir? Sinüs alfamız 5 böl. Bura kökdə 41'dir. Buramızda 5'dir. 5'dir. Onda buramızda 4'dür. Niyə müəllim? Çünki kvadratlar cəmi kökdə 41 verir. Bəli. Daha sonra öyle düzgün sual vermişmiş ha kvadratlar cəmidə. Deməli Pifagor teoremi verirsə, deməli bu bucaq 90 derece, bu bucaq 90 derece. Dayanımızın verib də. Başqa cür bizə nə istəyir? 3A plus, hamısı tapdıqda A'mız 5'dir, B'miz də 4'dür. Bu sual niyə belə verirlər bilmirəm. 15 üstə 4, 10 çıx 8, 9,5. Açıq sualda özdə. 19 bölü 2, 9,5. 15, 19, 10, 8, 2. 9,5 qutar getdi. 67-ci sual. İti bucaqlı üç bucağın iki tərəfi 26 və 30 santimetrdir. Düzdür. İti bucaqlı üç bucağın. Tamam. Çəkdik. 26 və 30'dur. Tamam. Düşündürlü, 3 nəfə çəkmiş düşündürlü 24'dür. Bu da tamam. Bu yüzden asan sual değil. Bura olacaq 10. Pifagor teoreminə görə 576. Bura 676'dır. Burada 100 olmalıdır. Yəni cəm versin. Burada olacaq deməli 30, 54, 30. Görürsən burada neçə olar? Bura x'dir də. Yəni x'in kvadratı bərabərdir. 900'dən çıxmalıyıq. 18 tapdım. 18'ə. 28. 30'a istəyir. 3-cü tərəf 30'a istəyir. 28. 69-cu sual da bizə deyir ki, bizə verib, katetləri 6 ilə 8 verib bizə. Düz sual, hipotenuzundan böyük orta xəttə qədər. Bax, böyük orta xəttə qədər daha uşaqlar. Bax, yatı saxlayın. Məsafəni istəyir. Bizə nə olacaq bu? Bura 10'dur. Bura 10 olmayacaq. Hipotenuzundan buraya qədər orta xəttə qədər məsafəni istəyir. Biz h tapaq. Hipotenuzundan h'ı tapaq. 4,8 olacaq da. Bax bu h'ımız 4,8'dir. Bax buramız. Ona görə 2,4 olar. Çünki orta xətt axı biz demişdik medianı hündürlüyü də yarıya bölmüş olur. Yəni məsələn orta xətt nədir? Tərəfin yarısına bərabər deyil. Eyni zamanda medianla hündürlüyün də yarısına bərabər olmuş olacaq. Burada 2,4 olacaq. Burada 2,4 olacaq. Bəs mənim h'ı 4,8'lərdən tapdın desəniz, AB böl C düsturu ilə tapırsan. Onu bilirsiniz də AB böl C düsturu ilə tapdıq. Bir problem yoxdur ki, inşallah. Deməli, biz nə edirik? Gedirik 71-ci suala. Bizim məsafəni istəyir. Qutar getdi. Bunu tapmış olduq. 71-ci sual edək. Düz bucaqlı, üç bucağı çəkək. Bura A, bura B, bura C, burada H. A nöqtəsindən D düz xəttinə qarşılıqlı perpendikulyar AB və AC mailləri çəkilmişdir. Tamam, çəkdik. Və perpendikulyardır, onu da bildik. Maillərin düz xətt üzərində proyeksiyaları 8, 18. Proyeksiya budur, aşağıda kölgədir. Müəllim, onda burada 12'dir. Hardan bildin? H kvadrat bölüdür, M'in düsturundan bildik. A nöqtəsindən bu xəttə qədər məsafə boy
12 qutardı getdi. Bu kadar sadəsi olmuş. H koydu R'nin üstünü. Beraber yanlı ABC üçbucağında. ABC üçbucağında. AB AC'ye bərabərdir. AB ilə bir də. Elə seçək ki, düz yaxşı aslında. AB ilə AC. AB ilə AC bərabər. İndi düzəltdik. Və de biz bir dənə tangens bucaq ağını istəyir. Tamam. Tangens bucaq ağını istəyirsə bizdən. Tap bir dənə buradan bura. Tangens bucaq beyni istəyirsə onu da buradan bura bir dənə. Buradan bir dənə hündür çəkirsiniz. Qəşəng. Çəkdiniz. Qəşəng. Baba tangens ağımız və CH hündürlüyü çəkirəm. Tangens ağımız 3-ün 4-dədir. Müəllim, qarşıdakının bitişiyə. Qəşəng. Onda burada 5'dir. Bu da qəşəng. Müəllim, onda burada 1'dir. Bu da qəşəng bərabər yanlı olduğuna görə tangens bucaq beyni istəmir qardaş. 3'ün nəyə nisbəti? 1'ə nisbətinə. 3'ün 1'ə nisbətinə. Çünki qarşıdakının bitir. Yəni hipotenuzla əlaqəsi yoxdur. Cavab 3. Cavab 3. Qəşəngdir. İnşallah səsimi yaxşı olasınız. Başa düşəcəksiniz bunu da. Gedək. ABC üçbucağında ABC BD bu 90 dərəcədir. BCD 20'dir. BCD 20'dir. Bura 20'dir. Ve CD ile 2 AB'ye beraberdir. CD arada 2 tane AB'ye beraberdir. Bura X ise CD'miz 2X'e beraberdir. Başka neyse vermeyeyim ki. Bura 70 derecedir. Bunu bilirik. Bura 110 derecedir. Bunu da bilirik. Başka gözle. Gözle göre başka neyse vermeyeyim. Ona uygun hareket ediyor. 110 derece. ABD tutsağında CBD 90. Tamam. 70 20. Bu da tamam. CD 2 AB. Bu da tamam. BAD'nin dərd ölçüsün. BAD'nin. Bu bizdən bunu istəyir. Bizdən bunu istəyir. Tamam. Uşaqlar görək. Biz bunu tapa bilərik gözlə. Ben bura bir X desəm. Bura X deməyik də. Bura bir A deyək. Burada bir B deyək. Düzdür. AB deyək də bura. Daha sade yolla belə deyim mən sizə bunu. Bunu belə çox uzatmış olaram. Səhv etmiş keçənlərə belə izah vermişdim ki, buradan bu x-lə 2x-dən yola çıxmaq lazımdır burada. Çünki onların kömək almaq lazımdır. Buradan bura bir dənə median çəksəm. Median hipotenuzun nəyinə bərabərdir? Yarısına. Və yarıya bölür də x2 və burada x olur. Uşaqlar, və x2'i görən kimi burada 20 dərəcə olacaq olmayacaq? Olacaq. Müəllim, bura 20'dir, bura 20'dir. Qəşəng. Bura 140 və qonşusu da 40 dərəcədir. Müəllim, bir dənə şey gördüm. Nə gördün? Bizdə bu üç bucağa baxsanız x tərəflər görürsünüz, bərabər yanlı. Onda bizim A bucağımız 40 dərəcə olar olmaz. Olur. Belə bizdən A bucağını soruşurduq. Qutar getdi. 77'ye baxaq. Y, D, B, C, A. CD, DY'ye CD ilə DY bir-birinə deyir bərabərdir. Diqqətlə qulaq asın. CD X isə DY də X-dir. Tamam. AC'miz də 12 verib. YB'mizi də 8 verib bizə. Bu da tamam. Bizdə nə istəyir? CD'ni tapmamızı istəyir. Tamam, görünüz taparıq da. Gəl biraz fikirləşək. Görək biz bunu tapa bilərik. Deməli, bir də baxırıq. Görək bizə nə deyir. Deməli, DY'ni, CD'ni DY bərabər verib. X2 yazdıq, 8 yazdıq. Bu da düz bucaqda. Burada diqqətli olaq. 2 dənə düz bucaqlı üç bucaqdır və A-da aklına heç nə verməyib bizə. Sadəcə verib CD DY bərabərdir. Başqa heç nə verməyib. Biz bir dənə buradan nəyi tapa bilərik? Heç nə verilmiş ki bizə, yox. Nəsə qaçırdığım şey yoxdur ki. Deməli, YB'miz. Arkadaş, YB 8'dir. DB yazıram. Arkadaş, niyə belə yazıram hemen? 8'dir. Mən nə yaza bilərəm? AC'miz 12.
YB'miz 8. CD'miz DY'ye x'e bərabər. Mən bir tərəf üçün belə bir şey yaza bilərəmmi? AD'nin kvadratı yox. Xoşuma gəlmədi bu misal, gözləyin. Bir dənə fikirləşək. Burada nəsə 100% əlavə eləmək lazımdır, 100%. Yəni nəsə tənbələnmi deyim, nəsə mi deyim, belə bir şey eləyə bilərikmi görəsən. Çünki bu da 90 dərəcədir. İnşallah mən sizə belə deyim bu sualın izahını. Deməli biz burada ortaq hipotenuzu görməliyik. Ortaq hipotenuzumuz bizim AD-dir. Bax burada. AD isə mən bura, bir də ən böyük şərt nədir uşaqlar? Bu burada da x'dir, burada da x'dir. Ortaqdır. Bu düzdalı üçbucağın ortaq tərəfidir. Bu da bunun. Tamam mı? Bu da hipotenuz C'dir. Hər ikisi için C'dir. Düzdür? Düzdür. Və bax, ortaq hipotenuzumuz var. Ortaq katetimiz varsa, ortaq bərabər tərəflərimiz varsa, burada deməli məcburən 12 olur da. Bu olur. Hər ikisində 12 olmuş olacaq. Hipotenuzlarımız bərabərdir. Hər ikisində də bir dənə katetimiz bərabər. Düppələn düz. Qaşa gedirik. Bir də bizim burada bunu silirəm. Bax, bunu silək. Ortaq demək ki, oxşar da. Oxşar eyni şeylərdir bizim. Eyni düzbucaqlı üçbucaq ACD ilə AD'yi eynidir. Onda bu bucaqlarımız da birbirine bərabərdir. İkisinin qabağında dayananlar birbirine nə olacaq? Bərabər olacaq. Düzdürmü? Və hipotenuzumuz oldu 20, buramız 12 isə bizim bilirik ki, buramız 16 olacaq, olmayacaq? Olacaqdır 16, bunu hamımız bilirik də. 16 olduğuna görə mən burada 16 minus x yazıram, toplayanda 16 versin. 12'nin x olan nisbəti 20'nin 16 minus x olan nisbətini yazırıq. Bizim CD'ni istəmir, düz yazmış olan. X-in şah eləmişik. Çarpaz belə vuraq. 20x bərabərdir 160, 192 çıxılsın 12x-ə. X 6 eləyir də səhv eləməsəm. Bəli, 6-ya. Tadı getdi. Cavab 6. Bizə də bunu soruşurdu. Getdi 79-cu suala görə bizə burada nə deyəcək? Deməli, bu A'dır, bu C'dir, bu D'dir, bu da B'dir. Bizə görə nə deyir burada? Uyğunluq müəyyən edin. Hipotenuzu AB'dir. Hipotenuzu AB olunca düzəldə bir üçcanlı CD hündürlükdür. CD 6'dır. AD ilə də BD bərabərdir. AD bərabərdir. BD'dən 5 çıxmalı. Yəni bura x-dirsə, bura x plus 5-dir. Belə başa düşək. Tamam. AD bərabər, x bərabərdir. Ay sol, düppələn düz. Yəni bizə nə istəyir? Birincisi bunları verib bizə və orada 6'nın kvadratı bərabərdir. X vurulsun. H kvadratı m'in üstündən. H kvadratı bərabərdir m'in üstündən. 36 bərabərdir x kvadratı plus 5x-ə. Nəsə də x kvadratı plus 5x çıxılsın 36-ya. Cəmi mənfi 5. Mənfi 9 və 4. Mənfi 9 olmaz. X-imiz 4. Bura 4 isə bura 9. Nə istəyirəm bizdən? BD 9'dur. Bir də A. AB verib. AB 13'tür. Bizə D variantı. Bitti getdi. A ilə D. Səliqəsiz yazdıq bir dəqiqə. A, D. Birinci sual silirəm. Bu getdi. Birinci sualı silək getsin. Aha. İkincində. Nəsə tutacaq sözümüz. 8. AD BD'yə bərabərdirsə x2. Belə deyir sizdə 8'in kvadratı bərabərdir. X vurulsun x-ə. Elə x-imiz deməli 8'miş. Görünək şey. H kvadratı m'in. Hər üçü H kvadratı bərabərdir m'in üstünə. Üçüncünü deməyəcəm. Öyle özünüz taparsınız onu. Deməli 16'dır. 2'yə C variantı. Vardı getdi AB'miz D variantı. BD də 8'dir. Yoxdur cavabda. Üçüncünü taparsınız. Vaxtımı çox getməsin buna. 81-ci sualda getdi. Birincidə görə nədir? Mən belə çəkirəm. Bu C'dir, bu B'dir, bu A'dır, bu da CD'dir. Bucağı da 45 dərəcə sağ olsun verib, 8 verib, 45 dərəcə verib. Vay mənim, bərabər yanlış da bu. Deyirəm, düppədüz deyirsən. Burada 8 olacaq, burada 8 olacaq, burada 8
Deməli köşdə 2 olacaq. Burada 8 köşdə 2 olmuş olacaq. Bizə nə istəyir? Nə istəyir yazın. AC düzdür. 1'ə D variantı. AD aradı. AD 8'dir. AD 5'dir, AD 8'dir. Elə deyirsən bir də D variantı uyğun gəlir, başqa heç nə uyğun gəlmir bizə. Heç biri yoxdur. İkincində şifahi deyək. Bizə verib, bura var. B bucağı 30 dərəcədir də bu BDC 3 bucağında. 30'un qabağındakı BD'miz 8 olacaq olmayacaq. Bax 1'ə D variantıdır. Bax 1'ə D yazıram. 2'də BD istəmir mi bizdən? Yox. BD'miz 10'dur. BC'miz 5.3'dür. O da yoxdur. Bizə nə istəyir bəs bu? Tamam, seçək. 1 saatdır. Mən də deyirəm ki, indi yaxşı bir şeylə istəyir ki, vaxta qənaət eləyək. Bu düz bucaqdır. Burada 30 dərəcədir. Burada 30 dərəcədir. Burada 60 dərəcə özü verib. Məcburən burada 30 olur. Burada 120 dərəcə olur. A, B, C. Burada 5 veribsə, bura 5 kök altda 3. Bura 10. Burada məcburən 10. Burada 10 kök altda 3. Verir, vermir. Verir də. Çox bir şey də verir. Hələ bizə nə istəyir? Deyə baxaq. Deməli bizə verib AC'miz olur 15. 2'ye Y. AC'ni tapdıq. AC'miz getdi. AC'miz AD. AD haradır? AD'miz 10. O da yoxdur. 1'ə D 2'ye Y. Getdi 3'ə. 3'ə çəkək. Çünki çəkməsəm desəm onu deyə bilməyəcəyik. Çəkək baxaq. Burada D. 4. 30'da burada 8. Burada 4 kök altda 3. 60'dır. Burada 30'dur. Burada neçədir bura? Burada 60'dır. Burada 90 dərəcədə aşağı. 30'un qabağındakı 60'ın qabağındakı 12 olacaq. 16. 16 yoxdur, sağ olsun. 16 yoxdur. Burada 8 köşdə 3 var. 3'ə də B variantı. 100% AC'miz 8 köşdə 3. AD'miz, AC'ləri tapdıq da, değil mi? 1'ə D, 2'yə Y, 3'ə də B. Başqası inşallah AD'miz AD 5. AD 5 olan cevap var ki. Yoxdur orada. AD 5 yox. AD 12 deyib, C də yoxun gəlir. 3'ə B, C. Tutardı getdi. Bu qədər. Gəldik 83-cü suala. Bərabər tərəfli 3 bucağın tən böləni 3/3 cmdir. Baba. A kökdə 3 böl 2 bərabərdir. 3 kökdə 3'ə tap tərəfimiz olur. 6 perimetrimizdə olur 18. Var mı? Var. 1'ə C variantı. Deməli, hamısı perimetr soruşur da. Tutar getdi. Bərabər yanlı 3 bucağın bir tərəfindən 2 dəfə kiçikdir. Bərabər yanlıdır. Bir tərəfindən 2 dəfə kiçikdir və onların uzunluğu fərqi. Deməli, belə yazılır. Bura A yazsaq. 2A, 2A. Deyir ki, məcburen belə yazmalıyıq ha. A'mız da deyir, fərqini 7'ye bölüdür. A'mız 7'dirsə qardaş, 14 olacaq da. 28, 35. 2'ye B variantıdır. Çox qəşəng. Bərabər yanlı 3 bucağın tərəfləri 5 və 10'dur. Müəllim 5'i ara yazaq, yana yazırsa oturacağa, mütləq oturacağa. Yana yazsan düz verməz. 10, 15, 25. Nə son soldu? 3A variantı. Şükür Allah, bir dənə son sol gördük. 85'dən. Axırıncı sollara baxırıq ha. 85'dən. Bir dənə bir xətt çəkdik. Yox. C1 nöqtəsini qoyduq. Bir dənə xətt çəkdik. CD nöqtəsini qoyduq. CD-ni bir dənə xətt çəkdik. Bu B-dir, bu da A-dır. Bir-birinə paralel olan A və B avtomagistralları arasında uzunluğu 6 kilometre olan CD velosiped yolu mövcuddur. Arasında CD magistral birbirine paralel olan A ve B magistralları arasında uzunluğu 6 kilometre olan CD velosiped yolu mövcuddur. Bu 6 kilometredir. Tamam, başa düştüm. D nöqtəsinə A xəttinə görə simetrik olan C1 və C1 nöqtəsinə restoran, D nöqtəsinə Seren. Aha, tamam, düşündü olursa. Tamam. Bize niye böyle biri bilmiyorum. Ne istiyor bizden? D1 ve D1 arasındaki mesafəni hesablayın deyir bizə. Bir də oxuyaq. C nöqtəsinə A xəttinə görə simetrik olan C1 nöqtəsinə restoran.
Elə bil belə başa düşək də. Buradan bura qədər məsafəmiz. Bura x-dirsə bizim buramızda x olur. Gəldi aşağı. Burada D nöqtəsi quraşdırmayıblar. D1'də. Yox, ora deyil. Üzr istəyirəm. Bura D1 nöqtəsi deyil. Bura y-dirsə bizim buramızda y-dir. Tamam. O da betur ki, burada y-dirsə burada y-dir. Onun fərqi nədir? Onu da bildik. Və burada 6'dır. Onu da bildik. Avtomagistrallar arasındaki məsafə 4'tür. Topluğunda 4'türsə bura olur qardaş. Bura. 8. Baba, bununla bu arasındakı məsafə 4'türsə, bu x ilə cəmi 4'türsə, çöldə də x var, çöldə də y var. 2x, 2y-in cəmi 8 vermir? Verir. Simetrik demək nə deməkdir? Yarıyı bölmək deməkdir. Deməli bizim yuxarıdan aşağı qədər çəkdiyimiz buradan buraya xəttimiz 8'dir. Bizim buramızda 6'da aşağıda öz vermişdi. Vallahi mesela buranı 6 vermişdi. İndi bir xəttimiz çəkmişəm. 6 8 olanda C1 D1 arasındakı məsafə də C1 D1 arasındakı məsafə bura 10 olacaq, olmayacaq? Olacaq 10. Daha getdi. Çox uzatmağın mənası belə yoxdur. Bu suallar qəşəng deyib. Bizə nə verir bu aşağılar? Bu bizim düz bucaqdır. Yəni öz verib deyəsən. Bu səfər ölsə. Robot texnika dərsində bizə deyir ki, baba bunu nə çəkək? Robot texnika dərsində. Şöyle drone hazırlayıb işləmin həyatında arxası bir nöqtəsində usullar, drone C nöqtəsində dolaşan göstərilmişdir. Aha. Dolaşan onun yerini proyeksiyası. Tamam. Proyeksiyası. Aha. Və bizə nə deyir? ACB bucaq düz bucaq. C-ni düz bucaq verib. AK-nı 50 verib sağ olsun. KB-ni də 8 çox asan sual deyib. Və bizə burada 20 idi. Müəllim, niyə H kvadratı ödür, M-in üstür? Bizə nə istəyir? C-kanı hesablayın. Çünki nə sadə sualdır. H kvadratı bərabərdir M-in üstürü. Bitdi, getdi. Sonra gəldik məsələn 89'a. Buna da baxaq. Uşaq əyləncə mərkəzində eyni sual deyəsən bu da. Bura K-dır. Bu N-dir, bu M-dir, bu C-dir, bu B-dir, bu da A-dır. Uşaq əyləncə mərkəzində sürət qatarının reysi ABC sual üzərində qurulmuşdur. Bucaq B 90 dərəcə reys saxlamaq üçün M və AC tərəfinə perpendikulyardır. Tamam, bunlar perpendikulyardır. Bunu bildik. Və bucaq B 90 dərəcə sağ olsunlar veriblər. O da sağ olsunlar onu. Görün oxuyacaq. B-nin də NC-yə bərabərdir. 2x nədir yazırım. NC 5'dir. A'nimiz də 15'dir. Buramız. Hə, müəllim, onda buramız 5'dir, buramız 10'dur. Deyirəm, haradan bilsən? Həm hər ikisi perpendikulyar demək, paralelliyi var ki, perpendikulyar olur. Başqa heç vaxt ola bilməz. Həm də ki, orta xəttdə bu x deyə böyle fikir verir mi? 5. Tamam, bizə nə istəyir indi? Bax. Buradan bura qədər 10'dur. Bəli. Buradan da bura qədər 10'dur. Bəli. H tapa bilərik. Yəni ki, bir kanı istəyir də. H kvadratı bərabərdir. 10 vur 10. Bura 10'dur, burada 10'dur. 100, H da bölüdür 10'a. Bu kadar sadə. Getdik 91'e. Şükür Allah, son iki sualla bitiririk. Deməli, bizə nə istəyir? AB-ni verib kökdə 5. CD-ni verib 2 kökdə 5. Müəllim, mən ətirib CD-ni paralel bura köçürsəm. Deyirəm, acə verirsən, burada 2 kökdə 5. Cəmi tərəfimiz nə qədər oldu? 3 kökdə 5. BS-imiz 6'dır. BS-ni bura köçürtdüm. Bura 6 değildi. Mən bura köçürtdüm onu. 6. Baba, təzə 3 bucaq aldım. Baxın, görün bir şey aldım. A və D-ni birləşdirirəm. Nə ilə? Baba, tam belə birləşdirdim. Qara xətlə birləşdirdim. Bura 3 kökdə 5'dir. Burada 6'dır. 3 kökdə 5 demək nə deməkdir? 45. Düz dedim. Bəli. Burada 36. 45 36 nə verir? 81. Kök nə çıxacaq? 9. Qutardı, getdi. Bu qədər. Getdi sonuncu Allah. Aha, 92-93. Qışay. 92-93'e baxaq. Deməli uşaqlar, mən nə edəcəm burada? İnşallah çəkib göstərə bilərəm sizə. Burada 5 dənə xətt veriblər. 1, 2, 3, 4, 5 dənə. Buradan bura qədər A nöqtəsidir. Bu C'dir, bu D'dir.
Mesela bir tane qrup göstərir. AB taxta parçasının B ucu birinci şəkildə 6-cı blokun, ikinci şəkildə isə 5-ci blokun ucu gözünə qoyulmuşdur. Bloklar düzbucaqlı paralel bir şəkildə olub, ünitləri 3 cm-dir. Deməli, bura 15-dir qardaş. Hətta bu 6 dənədir, 5 dənə deyil, bu 6 dənədir. Bu 6 dənədir uşaqlar. Bir dənə belə bölüm. Ha. 6 dənədirsə 18 olur. Bax, buramız olur 18. Aha. İkinci şəkildəki A nöqtəsi birinci şəkildəki nisbətən divara 3 cm daha yaxındır. Yəni, baxın, belə deyim, mən sizə də. Bunu biz biraz pisləşdik. Deməli, bizim buramız, baba, bu birinci şəkildə biz. X plus 3'tür. Yazıram buraya, x plus 3'tür. İkinci şəkildəkimizi çəkəcəm indi mən sizin üçün. Bu daha yaxın idi və burada da hündürlük 15'e bərabərdir. Haradan bildim müəllim? Hər biri 3 isə 5 dənədir, bu 15'dir. Və bizim buramızda x-ə bərabərdir uşaqlar. Divara daha yaxındır. Divar bu tərəfdə. Divara 3 cm daha yaxındır deyir ikinci şəkil. Tamam. Bunu da bildik. Və bizim də onsuz hipotezumuz eyni şeydir. Bu da h-dır, bu da h-dır. Bunu da bildik. Burada 18'də bu heç. İndiyə görə biz nə edə bilərik? Başqa nə edə bilərik? AB-nin uzunluğunu istəyir bizdən. Yəni hipotezun uzunluğunu istəyir də. Əsas məsələ ilə buradan sonra başlayır. Görək ən asan yolumuz nətən ola bilər. Əslində çətin sual deyil. Sadəcə tutduğum yolunu. Deməli, bura A olsa, bura A minus, deməli, A plus 3'də. Deməli, burada A plus 3'də belə başa düşdüm də. Çünki elə bil, bu 3 cm böyüksə, bu da belədir. Axı, fərqi nədir? Divardan C-yə qədər məsafəmiz əslində bərabərdir, ha? Sadəcə olaraq şeyə görədir o. Burada olacaq A plus 3. Qışı edirik. Bir dəfə yazıram h kuvvəti bərabərdir A kuvvəti plus 18. Bir dəfə yazıram h kuvvəti bərabərdir A plus 3'ün kvadratı plus 15'in kvadratına və bunları da bir-birinə indirəm, bərabər edirəm. Daha gördüksə bərabər edirəm. Çünki h kuvvətləri bərabərsə, deməli bunlar da bərabərdir. 18'in də kvadratı 324 və ikincini də açsaq A kvadratı plus 6A plus 9 plus 225 tap getdi. 6A bərabərdir 225 234 324'dən 234'ü çıxıram. 6'a bərabərdir. Neçə qalır burada? ...90 A da bərabərdir 15'e. Nə istəyir? AB-ni istəyir. A 15'dirsə, heç nə də, A 15'dirsə, onda bizim buranın sil A plus 3 idi, bura oldu 18 olacaq. 15 18'dirsə, 15'in kvadratı ilə 18'in kvadratını toplayaq. Görə bizə nə verəcək? Deməli 225 ilə 324 toplayaq. 549 kökdə 549 kökdə 549 AB-nin uzunluğu. İndi bunu belə mi saxlayıb? Görə 549 nəyəsə bölünürmü? 13'ə bölünürmü? Yox. 7'yə bölünürmü? Yox. 17'yə? Yox. Bilmiyorum da bu neçəyə bölünəcək onu bilmiyorum. 549 3'ə bölünür ha. Gözünüzdə 3'ə bölünür. 183 3'ə də bölünür 60. 3 köşdə 61. Deməli bu olacaq. 3 köşdə 61. 9 vur 61 kimi yaza bilərik. 3 köşdə 61 gəldi. Sonuncu sualımızı da yazaq. Sağollaşaq. Bu B. Bu A. Deməli bu Y, bu D, bu da C olsun. Bu da A olsun. Bura 20'dir. Bura X'dir, bura X'dir, bura X'dir, bura 5'dir, burada 16'dır. Tamam, gidiyor ne olacaq da? Abi üstüne AB 20, AD, DS, BY, BS, DY. Tamam. Tamam, yazacaq sonuçta. BS'ni istəyir bizdən. BS, BC'ni istəyir. Bura bizim alfadsa, BY ilə YS. O da bizim buramızda alfadda. Belə çıxır. Bəli. Və başqa da heç nə verməyib bizə. Tamam, verməsin.
Median çəksək heç nə verməz. Verməni heç nə verməz. Yəni bir an fikirləşə görə bizə nəyi necə eləsək daha yaxşı olar bizim üçün. Buradan hündürlüğü endirsək bir şey verer mi? Yok. Her şeyi sınamalıyıq da. X olduğuna göre. Göre necə eləyəcək göstərin. Biz buradan və yaxud da ki ya buradan bir dənə bir şey indirməliyik görək bunu. Ya da ki buradan nəsə endirək deyirəm bəlkə. B'dən D'yə endirsək. Endirə bilərikmi B'dən D'yə? Mən bildim nə edəcəm ay uşaqlar. Uşaqlar bizə çox böyük ipucu veriblər. Bu median da uşaqlar. Median hipotenuzu nəyinə bərabərdir? Yarısına. Mən hipotenuzunu yaratmaq üçün nə eləyim? B'dən D'yə bir dənə nə çəkim? B'dən D'yə bir dənə hündürlük çəkdim. Görün nə qəşəng bir şey eləyəcəm ha. Baba, çox qəşəng bir şey eləyib çıxırıq. Median hipotenuzun yarısına bərabərdir. Müəllim, onda bura 12 olacaq da. 20, 16 olanda bura 12 olmur mu? Olur. Onda burada 13 olmayacaq mı? Olacaq. Qutardı getdi. Bu qədər. Bir dənə BD-yə hündürlük çəkdiyimiz bəs elədi. Bu qədər sağ olun.